Oktyabrın 28-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, temperatur gecə 14-17, gündüz 21-26 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütunu olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 23-27 dərəcə isti olacaq. Oktyabrın 28-də Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 10-15, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9, gündüz isə 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.